plovdur, düyü min bir dərdin dərmanıdır. Astara döyüşüdür. Milyard yarımlıq Yerli düyü. Hindistanın, milyard yarımlıq Çinin, yəni 3 milyard getdi ha. Yediyi yemək hələ Yapon demirəm, Vietnamı demirəm, Taylandı, yandakıları demirəm. Hamısında Samira, indi hamısında düyü. Mütləq gündə bir dəfə düyü yeyilir. Və indi bizdə deyirlər, şəkər xəstəsinə düyü olmaz. Onların düyüdən başqa yediyi şey, onun şəkər xəstəsi nə edir? Hə, bu düyüdən yemək olmaz. Bu belə bişirilmiş. Yəni yağda, nə edirlər? Düyünü götürürlər, suda pörtəliyirlər, yeyirlər və şəkər xəstəliyinə ziyanı yox. Ona ki, yağ vurdun, qızartdın, əlavə onun aşqarasını düzəltdin, hə, xuruşladın sənin sözünlə, o olaya xuruşa dönür. Yəni orada şəkərə ziyan eləyir. Burada bunun bu gözəlliyi verən sarı kök, mən başa düşdüyüm sarı kök tozudur. O da min bir dərinin dərmanıdır, kurkumin. O kurkumin dediyi həmin bu sarı kökdür. Bu qaraciyər təmizləyir, öd qovucu xüsusiyyəti var. Arıqladır, belə möhtəşəmdir zərdaçal və bu gözəl ətri rəngi də verir. Düyüdür və bunun çox gözəl, bax, düyü əzilməyib. Bunun plovun üstünlüyü gözəlliyi ondadır. Sənətkar, eşq olsun cənublu qardaşımıza. Düyü girəndə siz supermarketdə, düyü parıldayırsa almayın o parıldayan düyünü. O, düyü parıldamamalıdır. Düyü, qara düyü ən qiymətli düyüdür, hamı bilir. Düyü nə qədər yerli düyümüz bizim, o gələn nə bilim Hindistandan gəlib ağ düyüdür, çıpılan yerdən, ondan qat-qat bizim yerli düyülər həm qiyməti bahadır, həm keyfiyyəti bahadır. Ona görə ondan istifadə eləməyə məsləhət görürüm. Heç asara düyüsünü tapmaq olmur ki. Bu, Seyfəddin Əsədin tövsiyələri idi ki, hörmətli tamaşaçılarımız mütləq bu tövsiyələrə əməl eləyir.